Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah. Ve ala alihi ve ashabi ecma'in. Ve ba'd. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Allah'ın selamı, rahmeti ve bereketi üzerinize olsun. Allah'ın amin. İnşallah bugün müteşem bir derslerimizden olan fıkıh dersi derslerin şahıdır, elimin anahtarıdır. Aleykümselam Zeyd, aleykümselam. Hakikaten yani böyle diyeyim ki fıkıh dersinden alimler hiçbir zaman doymamışlar. Fıkıh bizim yani hayatımızın olmazsa olmazıdır. Çünkü tamamıyla yani ibadetlerimizle bağlıdır fıkıh dersleri. Yani ibadetlerin de sahih olup olmaması bir insanın günlük namazı, orucu, zekatı, haramı, halalı tamamıyla fıkıh derslerine bağlıdır. Bir de ibadetlerin de tam tadını almak için ibadetin faziletini, ibadetin ehkamını bilende insan daha da böyle diyeyim ki ondan haz alır. Ve özellikle elhamdülillah selef salihin fıkıh üzerine yani 3 nesil üzerine geçilen bir fıkıh olanda yani kelamdan uzak olan bir fıkıh olanda yani insan için daha faydalı ve daha hayırlı olur inşallah. Evet, bugünkü dersimiz yakında inşallah çünkü bu 3 aylara girdik. Yakında da ne girmişiz yani yakında Ramazan ayı gelir. Efendim? Yani bu günler, bu aylar yani bu geceler özellikle de ibadet ve itaat ayıdır. Bu gecelerde yani böyle diyeyim ki insanın Allah Subhanahu Teala diğer gecelerden yakınlaşması daha hayırlıdır. Ve tabii ki ehl-i sünnetin itikadındandır ki Allah Subhanahu Teala gece Allah yer üzerine gecenin 1/3'inde egolar benden bir şey istiyorsunuz mi diye Allah Subhanahu Teala seslenir. Yani biz Allah'tan başka kum kapılara gelirik, kalkırıq, dururuq, yol mesafe alırıq ama bir de Allah'ın kapısına doğru düz şey çıkabilmeyiz. Yani bugünkü mevzumuz yani mütlak olarak nafile ibadetlerin ehkamı, fezileti, değerinle bağlıdır. İnşallah dersimiz kalarsa, vaktimiz kalarsa başka bir iki tane de inşallah açıklaması gereken meseleler var. Onları açıklayacağız. Çok önemli meseleler var. Bir çift iftira var. Onlara da yine cevap edeceğiz. Allah izniyle. Ve kaidesi üzerine geçen derste de söylemiştik ki her seferinde fıkıh kaydalardan veya fıkıh ehkamına ayrı olan bir kaide söylemek. Deməli hadiste geldiği üzere ki yani kul Allah'a bilirsiniz ki neyle yakınlaşır? Farz ibadetlerden. Kul Allah'a ilk önce neyle yakınlaşır? Farz ibadetiyle. Yani nafile ibadet farz ibadetinden önde değil. Ne olursa olsun. Yani farz ibadetin ecri, değeri, mükafatı çok büyüktür. Ama lakin onun da yani böyle değil ki korunup saklanması için ve daha kamil olabilmesi için nafile ibadetlere ihtiyaç vardır. Yani bu sebepten de Ömer bin Abdülaziz'in yani güzel bu meseleyle bağlı güzel bir sözü var Ömer bin Abdülaziz'in. Diye ki Ömer bin Abdülaziz Allah rahmet eylesin. Deyir vay o insanın haline ki hayatında haramlar var. Hayatında haramlar var, günahlar var ve onları terk etmeden nafile ibadetlerle meşguldür. Allah Subhanahu Teala'ya yani bir insan İbn Abbas'ın da söylediği gibi bir kaide ki var. La sagirete ma'al istiğfar. Daha doğrusu la sagirete ma'al istimrar.
Yani kiçik günahlar küçük günah olarak devam ettiği zaman da küçük olarak kalmır. O büyük günah olur artık. Yani bu fıkıhta da kaydadır ki yani bir insan küçük olan bir günahlara dalarsa devamiyetli bir şekilde o artık büyük günaha çevrilir ve artık ondan senin istiğfar etmen şartı var ki istiğfar ettiği zaman da o senden bağışlansın. Ve sonra ise küçük günahlar devam ettiği zaman da adileşir ve onu sen hafife alırsın. Hafife aldığın için bu sefer de onun bölmüş olduğu o günah, sen özün böldürsen sonra ise ondan istiğfar etmeyi de unutursan. Diye siz onu hafife alırsınız. Ve huve indallahi azim. O Allah katında daha büyük bir günahtır. Yani sen onu hafife alırsan bir şey olmaz. Sadaka verdim, namaz kıldım, birine yemek yedizdirdim, yetim kapısını döydüm. Kimi sadakalar insan hakikaten de küçük günahların bağışlanmasına sebeptir. Ve sen buna bazen aldanırsan o günahlarına devam edersin. Çünkü sadakanın Allah katında kabul olup olmadığı belli değil. Etmiş olduğu hayır emellerin Allah katında kabul olup olmadığı belli değil. Doğru mu abi? Yani bunlar belli olmadığına göre sen de burada ne yersen o neye benzer? Hangi ticaretçiye benzer bu? Dükkanına değil mal getirer. Mal satılmadan malın xeyrini xərcləyər. Hesablayar ki 100 minlik maldan 50 minlik xeyrim var. 50 minlik xərcləyər, mal da satılmaz. Xarab olanı hesablamaz. Borca gedəni geri qayıtmayanı hesablamaz. Vazvırat gedəni hesablamaz və s. Yani ona bir kısım var ki onu hesaplamaz yani. Onları hesaplamır. Ve birden ayın ahırında bakır ki bu nefer oluyor. Mal satıp bu adam xeyri kazanmalıdır. Aslında zarara düşüktür. Bak bir kul da aynı şekilde bu şekilde bazen insan Allah'la doğru ticaret edebilmir. Hesap kitabı doğru edebilmir. Bu sefer İbn Abbas diyor ki la sagirete ma'al istimrar. Yani küçük günahlardır deyip devam etmeyeceğine çünkü çok büyük günah olmuş olur. Ve la kebirete ma'al istiğfar. Yani büyük günahtan da istiğfar ettiğin zaman da artık sende o günah kalmaz. Çünkü tevbe mümin eden bir kemerlerden bedel. Günahından tövbe eden bir insan hiç günah işlememiş kimidir. Ya bu dedim ki İslam'ın en güzel tarafından birisidir ki tövbe insanı sıfırlıyor. Tövbe insanı baştan alır. Tövbe insanı geçmişini tamamen sıfırlıyor. Bu sebepten de Ömer radıyallahu anh yanına bir zinakar atası, emisi rivayetlerde emisi olarak gelir. Adı nedir? Fıkıh kitabında ki kardeşimin kızı büyük günahlardan eləmiş, yani zina eləmiş, sonra tövbe eləmiş ve çok peşman olmuş. Ve şimdi onunla evlenmek isteyenler var. Ben ne ineyim? Diğer onu iffetli bir şekilde ele vericiler. Temiz, hiç günah işlemeyin kimi. Deyir, bəs onun keçmişdəki olan günahları xatırlamayayım ki, bu önceler belə bir yanlışa düşüb. Deyir, vallahi sen onu söyləyərsənsə, sənə Mədinə əhlinin uyguladığı iftira cəzasını sana uygulayaram. Yani sana iftira cəzasını 80 dənə iffetli bir kadına iftira atan kimi sənə şallah uygulayaram. Sabırlı ol. Mümin kadın olur. Yani bunun için bir günah mesela dünən bir insan mesela fısk işləyir. Yalan danışıb, böyük günah işləyib, xata edib, səhv edib. Sen bu gün ona deyirsən ki, o tövbe edib ondan 5 gün, 10 gün, 1 ay, 5 yıl önce sen bu gün onu eyni günahla günahlandırırsan. Bu doğru değil yani. Sen o adama keçmişinlə muamele edebilməsin. Sen keçmişdə belə olmuşsun. Ümumiyyətlə müsəlmana keçmişini qabağına koymak kimi bir qayda, bir kural haramdır yani, caiz değildir. Bu ancak oğul ideyasında, Varasko ideya, cahil kanunlarda varsa senin keçmişin bu olubdur. Yani insan dün hata edebilir, səhv edebilir, yanlış edebilir. Sen insanın
hədislərə gəldiyi kimi kişinin son əməlinə görə dəyərləndirilmək lazımdır. Yəni əməllər sonra görə. Bunun üçün buna görə ki, o bizim indi əhl-i sünnətin qaydası budur ki, küçük günahlar əslində salih əməllərlə bağışlanır, amma kiçik günahlar davam edərsə böyük günah olar. Böyük günahlarda istiğfar etdiyin sürəcə səndə böyük günah olaraq qalmaz, Allah Subhanahu onu bağışlayar. Böyük günah nə olursa, şirk dahi olsa, tövbə etmisənsə də, bax şirk dahi olsa, tövbə etmisənsə də Allah Subhanahu sənin o günahını bağışlayıb affedəcəkdir. Yəni bu ümidsizliyə də inşallah ki, nədir, düşmək olmaz ki, Allah görəsən məni bağışladım yox, sən bağışladı deyə davam edəcəksin. Allah Subhanahu bizi bağışlayan qullarından etsin. Allahım əmin. Və bununla bağlı bir hədisi də söyleyeyim ki, Resulullah sallallahu aleyhi ve sellemin yanına bir sahabə gəlir. Bir neçə rivayət vardır bununla bağlı. Yolda bir qadını öpür. Bir rivayətə görə bir mücahidin eşini bazarda öpür. Və çox peşman olur əməlindən. Allah Resulü'nün yanına gəlir. İkindi namazında bu arada əzan oxunur. Resulullah s.ə.v deyir, girək namaza. Adam Allah Resulü'nün namaza gedir. Adam dərdini anlatır, deyir, namaz qılaq, sonra danışarıq. Namazdan sonra Allah Resulü'ne yaxınlaşır. Deyir, ya Resulallah, mən hədd gərəkdirəcək bir əməl etdim. Mənə Allah'ın hökmünü uygula günə. Allah Resulü'ne deyir ki, sən bizimlə bərabər namazdaydın? Deyir, bəli namazdaydım. Yəni biz cemaat namaz qıldım, deyir, qıldım. Allah Resulü ki, innəl həsənət yüzihibnə seyyiət. Yaxşı işlər pis işləri ortadan qaldırar. Aparar, silər, təmizləyər. Yəni sən bir cemaat namazı qıldın, burada bir günah işlədin. Allah Subhanahu səni nə də affet. Amma buna diqqət etmək lazım. Nəyə? Mən günah edim bilərəkdən gəlib tövbə edəcəm onsuz da. Onsuz da ki, Allah bağışlayandır. Belə eləmək olmaz. Şirk əməllərində tövbə etmək niyyətindən eləmək, alimlər deyir ki, zındıqlıqdır. Və münafiqlikdir ki, mən gedim şirk edeyim, küfür edeyim, tövbə edəyəm. Günahlarda isə insanın nədir, münafiq əlamətləri və fıskının böyük olmağına dəlildir ki, bilərəkdən bir insan, çünki müminin vasfı deyil, onlar Allah Quran-ı Kərim ayətdə deyir ki, onlar bilərəkdən günahlarında israr etməzlər. Yəni bir mümin bilərəkdən heç bir zaman qəsdi olaraq, yəni bilərək nə deməkdir? Bunu çox önemlidir. Bax, amdən, qəsdən. Bilərək nə deməkdir? Məsələn, siz necə başa düşürsünüz bilərəkdən? Bilirsən bu günahdan işləyirsən. Məsələn, bu bilərəkdən deyildir. Yoxsa bu səhv anlayışdır. Bilirsən ki, bu günahdır, eləyirsən. Yox. Davamlı eləyirsən. Bilərəkdənin qəsdi budur ki, bilərəkdən. Baxın, mən günah eləmək üçün qəsdli olaraq o günahı eləmək üçün niyyət edirəm. Gedim o günah eləyim. Əksi təqdirdə zaten digər günahlar, bir insan bilir ki, bu günahı eləməmək istəyir. Anidən, yəni bir müsəlman günahı planlayaraq işləməz. Yəni mümin, mən gedim bu günləri filan günah işləmək üçün yola çıxıram. Müsəlmanda yəni günah necə yaranır? Anidən yaranır, qəflətdən yaranır. Ya iman zəifləyir, o anda bu istəkən məsələ üçün tutarım ki, bu o anda sənə günah olaraq görsənmir yəni. Sən necə görsənir? Qəlb zəifləyir imandan. Sən artıq onu bir təhlükə olaraq, orada kimi görmən lazımdır günahın arxasında? Allahı, Allahın əzabını, cəhənnəmi, doğru mu? Sən onu görə bilmirsən. Sən o görən gözün görmür. Və eşitməmə gerəkən bir şey varsa, eşidirsən, artıq kulağın zəifləyibdir. Bu səbəbdən də səndə iman zəiflədiyi üçün sən artıq onu Allahdan qorxaraq
Yani Allah'ın varlığını hissederek o günaha yakınlaşmıyorsan. Sen ne zaman yakınlaşırsan sana Allah'ın rahmetindendir bu. O da varsa nefs-i levvame. Nefs-i levvame nedir? Günahı ettikten sonra hatırlaysan. Ki ben neynedim? Ben ne vardım? Ben Müslümanım. Bana yaraşar mı? Bu ayıp değil mi? Belki Allah haram değil mi? Büyük günah değil mi diye Müslüman o anda hatırlıyor yani. Anlatabildim. Bu sebepten de bir Müslüman qəsdli yani günah işlemek için niyet edip gelip günahın dalına gitmemelidir. Giderse gitti diyelim günahın dalına gitti lakin alınmadı. O günah işlemiş kimi sana günah yazılır. Çünkü yetimsen özün. Ama günaha niyet edin, vazgeçtin günah yazılmır. Günaha niyet edin, istedin gelirsen vazgeçtin. Gettin, Sungayt'a çattın. Kurga çattın. Sağa dönmeliydin. Dedim Bismillah yok eşşi ya Rabbi. Bir tane ayet hatırladın. Nasıl bir şey hatırladın. Allahu Akbar estağfurullah ben yenirəm diye oradan razbulat eledin direkt Bakıya döndün. Veya gittin 20 yanvara kadar oradan hatırladın günaha gelirsen şehre gelirsen az neftin kurumunda hatırladın. Dedin hemen ne rahmet direkt tekrar döndün geriye kayıp. Sen hocam burada hem günahın yazılır hem de sağ burada artık sahip yazılır. Ama sen gittin propkaya düştün. Sen gözleyen çıktı gitti sen o günahı ile bilmedin. O hatanı o səhvini bilmedin. Eve gittin oğurluq eləməyə niyet eləmişdin oğurlayasan gittin qapını açanmanın oğurluq eləmədən geri qayıtdın. Qeybət eləməyə getdin adam gəlmədi qeybət eləyə bilmədin. Yazdın adama söydün küfür etdin WhatsApp'la internet olmadı adam cevap vermedi o anda ulaşmadı yanlış ettin. Sen bunların hamısından aynanı yemişsən ya bütün günahları yemişsən ya. Sen burada artık bütün günahları eləmişsin. Çünkü niye göre? Deyirlər ki işte bu şeylerle istimrar var. İnsan devam edirsən, gedirsən o artık orada alınmır. Çünkü sen oradan qaytaran senin peşmansılığın değil. Bir mani çıktı ortaya o mani seni oradan qaytardı. Başka şey Allah'ın iradesi izniyle məşiyyətinə bağlıdır ama elhamdülillah ne oldu? Allah'ın təqdirində ama senin niyetine göre sen artık o günah işledin. Ama yok sen günah işlemek için gittin buradan kazaya kadar. Aksavada hatırladın veya gittin kapının ağzından geri döndün dedin yok hakim benlik değil. Hiç günah adam öldürmek istedin, oğurluq eləmək istedin, söymək istedin, her hansı bir günah için gitmiştin. Artık sen öz iradenle eleyebilme imkanın var idi. Öz iradenle geriye döndün, sana savap yazılır ve günahlar yazılır. Ve niyet eləmək istedin ki, niyet eledin daha doğrusu. Mesela sadaka ilanı paylaşıldı. Meşhurda yani. Ama imkanım Allah için içinden geçirdi ki ben bu kardeşin ihtiyacını ödeyerdim. Niyet eledin, alınmadı. Çalıştın, alınmadı. Bundan getmedi söhbət. Oturmuşam evdə, Allah bana bu kadar pul versin, mən sahab kazanmaq üçün bunları ağlımdan keçirim, qoy bana mükafat gəlsin. Yox, söhbət bundan getmir. Söhbət ondan eləmək üçün, xeyir eləmək üçün cəhd göstərirsən. Amma nail ola bilmirsən. İstəyirsən, sən bir qəflən istəyirsən, elə bilmirsən, xeyri Allah sənə onun mükafatını yazır. Allah subhanahu bizi xeyirləri işləyən və günahlardan da uzaq olan qullarından etsin. Amin. İşte bu babdan giderek yani mütlak olan yani o babdaki mütlak ibadetler tetavvu yani isimsiz mütlak ibadetlerden söhbət edir. Yani mütlak ibadetin fezileti. Yani mütlak ibadetin nehi vaxtları hariç namazdan söhbət edir tabii ki. Nehi vaxtları hariç o vaxtların nehi vaxtlarını da genel derste anlatacağız. Nehi vaxtlar hariç bir insan yani gece ve gündüz ibadetle meşgul olması nedir? Bir müminin vasfındandır. Yani mühsinlerin vasfındandır. Hansı mühsinler? Allah'ı görenler. Allah'ı görürmüşçesine ibadet ederler. Deyir ki, əhl-i sünnet
alimlərinin sünnə kitablarında İmam Buxari'də də hətta daha doğrusu Müslim'də Ebu Hureyre'den gələn ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə soruşuldu ki, su ilə soruşuldu. Eyyüs-salə, hansı namaz afdal, daha fəzilətli, ba'dəl məktubə, ba'dəl məktubə nədir? Yəni farz namazından sonra. Allah Resulü aleyhi və səlləm dedi ki, gecənin ortasında, qaranlığında qılınan namaz. Gecənin qaranlığında qılınan namaz. Biz nə düşünürük? Gecənin qaranlığında qılınan namaz. Gecə insan deyir ki, yorulmuşam, yatım, dursam, yatamayacağım. Məsəl üçün, dursam, yorulacağım, yuxum qaçacaq. Aslında gecə insan bədəni durub 1-2 rükət namaz qılanda insan bədəni yatmağından daha çox dincəlir. Anladın mı? Yani sen deyirsən ki, yatsam, doğru mu? Bədənim dincələcək, ruhum dincələcək, beynim dincələcək. Dursam, yarımçı duracağım. Amma əslində elə deyil. Əslində nədir? Gecənin 1/3-də sən duranda, sən sabah işdə daha rahat işləyəcəksin. Məsələn, insanoğlu zikir məclisini necə deyir ki, zikir məclisində iştirak eləsəm, sabah işe gedə bilməyəcəm. Mümkün deyil ki, sən Allah üçün zikir məclisində olasan, o saatı Allah Subhanahu sənin üçün bərəkətli eləyir, o gecə yuxunu da bərəkətli eləyir və sən günüz onu hiss eləmirsən. Allah Subhanahu onu bərəkət verir özəlliklə. Və Peyğəmbər Aleyhisselatü Vesselam yenə başqa bir hədisdə gəldi ki, yenə onu Müslim, Cabir radiyallahu anh'dan rivayet eləmişdir ki, gecənin 3'də elə bir şey olsun ki, İnne fil-leyl, gecədə elə bir saat var ki, gecədə həmən o gecədə qul o gecəyə, o saata dək gələrsə, Allah'tan istədiyi bir şey varsa və istədiyi bir şey də nədir? Nə olursa olsun, onun üçün o saat, o dəqiqə dünya və ahirəti dünyasından daha xeyirlidir. Və ahiretindən xeyir olan bir şey istəsə, Allah Subhanahu ve Teala illa a'tahu iyyahu, yəni dünyadan bir şey istədin, xeyri nə varsa da, ahirətdən istədi xeyri nə varsa da, Allah sənə deyir illa a'tahu iyyahu, Allah onu mütləq verəcəkdir. Əgər sən bunu hər gün istəsən eləyə bilərsən, yəni hər gün qalx, Allah'tan istədiyin istə. Ki bir müsəlman deyir, o saata denk gəlsin, Allah'tan, yəsəlullah, Allah'a sorsun, xeyr olan, min əmri dünyadan, dünya Allah'ım bana pul ver. Mesela borçlarımı qaytarım, maşın ver, ev alım. Doğru mu? Şu xəstəliyimə şifa ver, salih bir zövcə nəsib elə, məsələn. Sən bunu istə və ya ahirətin, Allah'ım, mən ahirətdə əməllərimi mizanda, xeyir əməllərimi çoxalt, şər əməllərimi Allah'ım yazma. Allah Resulü şəfaətə nail et, Firdos cənnətinə nail et. Allah'ım səni görməyi nəsib elə, əməllərimi hesabımı yüngülləşdir. Kitabını sağ əlimdən ver deyə sən gecə qalxıb sən bu duanı etdiyin zaman Allah Subhanahu taala deyir ki, illa Allah %100 ona verəcəkdir yəni. Amma bu istəməyə öyrənmək lazımdır yəni. Və yenə Allah Resulü aleyhi və səlləm deyir ki, başqa yerə bir hədisdə, yenə əxrəcəhu Hakim min hədis Əbu Umamadan gələn hədisdə ki, Resulullah sallallahu aleyhi və səlləm və aleykum bi qiyamul leyl, gecə namazını sizə deyir tavsiyə edirəm, gecə namazını. Qalxın gecə namazı qılın. Niyə? O salihlərin nəyidir? Alışqanlığı, salihlərin davamlı olaraq əlamətidir. Salih insanların əlaməti fə innəhu dəbəs salihin min qablikum. Sizdən öncəki olanların nəyidir? Əlamətidir. Onların, belə deyim ki, onlardan bizə geriyə qalan bir örnək əməlləridir. Onların vasfıdır, onların sifətidir, onların əxlaqıdır, onların ədəbidir. Yəni, salih insanların ədəbi gecə namazından qalxmaqdır. Və o Allaha, o sizi Rabbinizə yaxınlaşdırır. Və sizin günahlarınızın bağışlanmasına səbəbdir və sizi nədir? Günahlardan da uzaqlaşdırır. Həm günahlarınızın bağışlanmasına, yəni və mükəffirat, bağışlamaq nədir? Seyyiət, günahları, seyyiyələr bağışlayar və sizi neyniyər? Aynı şəkildə günahlardan da uzaqlaşdırır.
Yani düşünün bakın. Senin ilk önce neyinir? Allah Subhanahu teala özüne yakınlaştırır. Sonra günahlarını bağışladır. Ve sonra ise senin günah işlemeyine engel yaradır. Gece namazı. Bakın. Gece namazı senin gece günah işlemeyine ve engel törədir. Yani gece kıyamın namazı durmağın senin günah işlemeyine engeldir. Yani sen kıyamın leyle devam et. Alimler bunun yanında bir de neye əlavə edirlər? Deyir ki, qiyamul leylin bir de Kur'an okumaqla onu bitirsen, tamamlasan, ne kadar gücün yetirse, sen günüz halına bak. Bir neçə gün davam elə paslı təmizlənsin. Yəni bir gündə fərq istəyəməyəcək sizin. Bir neçə gün davam elə gecə namazına, Kur'an oxumağa, gecə namazına, Kur'an oxumağa. Bir neçə gündən sonra görəcəksən ki, təmizlənmisən. Və sən günüz sənə nədir? İbadətlərin təsirini günüz həyatında görəcəksən. Qabaqca etmiş olduğun səhvlər, xatalar, günahlar və s. və yaxud da ki, etmiş ibadətlərə yanaşdığın o ərnicəkliklər hamısı səndən qalxıbdır. Və Allah Subhanahu taala Zariyat surəsində də nədir? Gecə namazına, gecəni innəhum kanu onlar bundan öncə tabi muhsin insanlar. Niyə? Çünki onlar gecənin az bir qismini yatarlardı, geri qalanlarını isə oyaq olarlardı. Və sabaha yaxın isə onlar nə qararlardı? İstiğfar halında olanlar. Yəni, sabah namazını onlar istiğfarla qarşılayarlardı. Çünki bu möminlərin vasfıdır yəni. Səcdə surəsi 16-17 də eyni şəkildə möminlərin vasfıdır ki, onlar nədir? Rablarını, Allah Subhanahu taala'nı nə edirlər? Yataqlarında belə dua edirlər, gecənin 3də 1-də. Niyə? Allahdan qorxarlar. Allahdan qorxduqları üçün. Və bundan sonra nə edirlər? Allah Subhanahu taala'nın vermiş olduqlarından da Allah yolunda infaq edirlər. Bu səbəbdən də gecə ibadəti insanı günüz normal bir hala salır. İnsan ibadətlərindən də, itaatindən də həqiqi anlamda ləzzət alır. Yəni bir insan məsələn günüz paxıl olursa, günüz ibadətlərə meyl edə bilmirsə, bir insan günüz məsələn xeyir əməllərə muvaffaq ola bilmirsə, bunun səbəbləri qardaşım, yəni insanın gecə Allahla yaxınlıq etməməsidir. Deyib, bu barədə məsələn nususlar bu barədə çoxdur. Tədullu alə qiyam, fazl qiyam leyl, gecə namazının fəziləti və yaxud da ki, mütləq olaraq qiyamul leylin çox fəzilətidir. O çünki çox sirri bir ibadətdir ki, insanda ən çox ixlası gərəkdirən və insanda qəflət, belə deyim ki, o anda olmur yəni. Sən gecənin 3də 1-də qalxmısan, heç kim yoxdur, namaz qılırsan. Kimə riya işarıq edəcəksin ki? Kim var ki? Bu səbəbdən də gecə namazı, ümumiyyətlə nafilə namazlar deyir ki, müstəhabdır hər bir vaxtdır, gecə və gündüz. Lakin gecə ibadətləri gündüz ibadətlərindən daha üstündür. Məsələn, biri var gündüz ibadəti var, bir də var gecə ibadəti var. Doğru? Gecə ibadətləri gündüz ibadətlərindən üstündür. Və gecə ibadətlərində içində üstün olan nədir? Gecənin 3də 1-də olan üstündür. O da nədir? Sabah namazına yaxın olan vaxtı, yəni əvvəl vaxtı yox, son vaxtı yəni. Və insanın nəfsi, ümumiyyətlə, insanın nəfsi gecə qiyam-ı leylə qalxmaqla rahatlaşır. Bizim az önce söylediğim insan nə düşünür? Gecə namazına qalxanda mən daha da yorğun olacağım. Əslində deyil, nəfis rahatlaşır. Gecə dur 2 rükət namaz qıl. Gecə dur 2 rükət namaz qıl. Sən rahatlayacaqsın. Günüz naşat dediği, naşat yani belə ərəbdə şeydir. O yüngül, bizdə yüngül mü deyirlər? Yəni belə cümrah, hə. İnsan cümrah bir həyat yaşayacaqsan. Dediysə ki, qardaş, bəs mən gecə az yatmışdım axı. Əslində mənim yuxum gəlməliydi. Sə bərəkət verir. Ümumiyyətlə baxın, yuxu barədə bir şey deyim, soruşurlar ki, deməli yuxu məsələsi ilə bağlı İslam alimləri, sələf deyər ki, normalda 6 və 8 saat insan gün ərzində yatmalıdır.
Neçə saat yatmalıdır? 6 və 8 saat insandan insana doğru dəyişir. Amma lakin 6 və ya 8 saati insan davamlı şəkildə bir yuxu ilə əldə edərsə, onun 4 saati nafilə uymuş olur. Yəni gərəksiz bir yuxu yatmışdır. Çünki insan 24 saat içərisində 8 saat yatmalıdır və ya 6 saat yatmalıdır. Yəni sən bu gün saat 10-da, axşam saat 10-da yat, sabah saat 6-ya kimi elə İslamda sən sadəcə belə 8 saat yat, sən günü saat 2-də başı bir yerə qoyacaqsan. 3-də başı bir yerə qoyacaqsan. Bədən yorğun düşəcəkdir. Buna görə yuxuyu bölmək lazımdır. Davamlı şəkildə kəsik olmadan yuxu 4 saat olmalıdır. Geri qalanlar isə yarım saat, 1 saat, 20 dəqiqə bu şəkil yatmalısan. Ki bədən gümrah olsun. Belə deyim də qardaş, düşünün də özünüz. Yəni sən bədəni işlədirsən, bədən yorulaq dincəlməlidir. Bəs bədən istirahət eləməlidir. Sən bədənə istirahət verməlisən. Ki namazdan sonra, məsələn, bax tezdən durdun, sahabədən neyini yerlərdi bax. Sabah namazdan öncə də qalxarlardı. Bilal əzan verincəyə qədər namazda olarlardı. Doğru mu? Bizdə nətərdir? Namazın çıxma vaxtında dururuq da. Yəni biz deyirik ki, olsun namaz günəş saat 8-də 10 dəqiqə qalmış çıxır. Biz də 8-in yarısı duraraq 20 dəqiqə bəs edir. 10 dəqiqə abdəst almaq, 10 dəqiqədə 5 dəqiqə namaz qılmaq, 5 dəqiqə vaxt qalır. 5 dəqiqədən sonra günəş çıxır. Ən azından özümə deyəcəm ki, mən günəş kənara çıxandan sonra yatdım. Bax görsən də güzel ağlı müsəlmanlar bizdə. Amma sahabamın belə fikirləşmirdi yəni. Onlar namazdan öncə qalxırlardı yarım saat. Və Bilal əzan verəndən sonra sünnəti qılarlar da Allah Rasulunu gözləyərlərdi. Allah Rasulunu gözlədikləri sırada yerlərində oturaraq yuxulayarlardı. Onlardan xorultu səsi gələrdi və onlar durub namaza durarlardı. Bu da demək ki, yerdə oturaraq oturduğun halda yuxulayıb mürgələmək insan abdestini bozmur. Və sonra namazdan sonra da elhamdülillah nədir? Bəzən Allah Rasulü qısa bir yatardı, bəzən yatmazdı. Bəzən günəşin çıxmağını gözləyirdi və s. Sahabə də zaten bu şəkildə eləyərdi yəni. Və çünki o saat elə bir saatdır ki, Allah Subhanahu gecənin 1/3-də enir və insanlar səslənir ki, ey mənim qullarım, məndən nə istəyirsiniz? Verin. Və sən də o saatda yatırsan. Və Allah səndən soruşur və sən tezdən durursan, mənə yığırsan. Mən tezdən dururum, sağa yazıram. Problemli. Sən gecə gəlmişdir də Rabbin. Yer üzərində enmişdir. Rabbin sənə çox yaxın idi və səndən sənin problemlərini soruşdu. Kim doyla istədiyini verim deyir. Və insan deyir, gecənin deyir, əvvəlində yatar, axırında isə oyanar, dincələr. Yəni fəcrə qalxdığı zaman təkrar qalxar ki, düz fəcrə qədər insan güc, enerji toplayır o saatda bədən və ondan sonra elhamdülillah deyil, sən digərlərinin də fəcr namazını da, sonrası olan ibadətləri də həyatında daha yaxşı keçir. Və qal İmam Əhməd yəni qiyamul leylin vaxtı əslində minəl məğribi ilə tulu'il fəcri. Əslində məğrib namazından sonra sabaha qədər qiyam-ı leyl, yəni bir insan nə qədər istəsə ibadət eləsin. Bu da rahatlıqdır yəni. Və bəzilə deyir, fənnəfilə beynəl işəyə minə qiyam-ı leyl, yəni nədir? Yəni işə namazından sonra artıq nədir? Başlayar. Və əslində qiyam-ı leylin, belə deyim ki, əsl doğru olan odur ki, yəni işə namazından sonra sabaha qədər gecə namazıdır. Amma təhəccüd namazı demişlərdir ki, nədir? Təhəccüd namazında mütləq insan yatmalıdır və durmalıdır. Və duranda da insanın bu zikir etməsi ona gərəkir ki, bir müsəlman yuxudan duranda la ilahe illallah vahdehu la şerike leh, lehul mulku ve lehul hamdu ve ala kulli şeyin qadir. Elhamdülillah, subhanallah
La ve la ilahe illallah vallahu ekber. La ve la havle ve la kuvvete illa billah. Elhamdülillahellezî ehyâni ba'de mâ emâteni ve ileyhin nuşur. Elhamdülillahellezî radde aleyye ruhi. Allah hamdolsun ki Allah mənə ruhumu geri qaytardı və mənə afiyet verdi, mənim bədənimə afiyet verdi və onu zikr etməyimə icazə verdi. Subhanallah, bu duasını müsəlman ümumiyyətlə yuxudan oyananda sabah namazında da bunu eləməlidir. Yəni düşünün. Başlamasan La ilahe illallah vahdehu la şerike lehul mulku ve lehul hamdu ve ala kulli şeyin kadir ve subhanallah ve la ilahe illallah ve Allahu ekber la havle ve la kuvvete illa billah elhamdülillah ellezî ahyani ba'de ma amateni. Hamdolsun ki Allah subhanahu teala mən öldükten sonra beni diriltti ve dönüş de ve ileyhin nuşur, dönüşümüz de onadır. Elhamdülillah diyeceksen ellezî radde aleyye ruhi, Allah mənə ruhumu geri qaytardı ve afani fi cesedi, mənim cəsətimə afiyet verdi və əznəli bir zikri və icazə verdi onu zikr etməyə. Əslində bir dərsdə söyləmişdim, yəni insan oğlu üçün ölüm yəni hər gündür. Hər gün insan ölür. Və kimisi gedi qayıtmır. Bu günlər maşın sürüb deyirəm ki, maşında gəlirdim, yuxum gəlirdi, axşam vaxtı. Şu insan bir anlıqdır da, qəzalar zaten bir anlıq olur. Bir anlıq insan gelir. Ki nə qədər insan var ki, sabah evdən çıxıb evə gəlmir. Axşam evə qayıtmır. Və zəng edir, evlə danışır, balasıyla, qızınla, oğlunla nə siz gələndə gətirəcəm, evə gedib çıxmağa nəsib olmur. Yatır, sabah gedərik, sabah eləyərik, sabah problemi çözərik. Sən çözə bilmirsən. Çünki ölüm mələk gəlir, səni canını alır. Sənin planların boşa gedir. Ya bunun üçün insanoğlu həqiqətən də ibadətə, itaətə nə etməlidir? Qardaşlar tələsməlidir. Və gecə namazında ümumiyyətlə, məsələn, biz gecə namazı niyə qıla bilmirik? Bilirsiniz niyə? Bizdə ya aşırılıq var, ya ifrat, ya taftil. Biz ortada yox. Birinci, gecə namazında insan özünü alışdırmalıdır. Qalxır qardaş, ixlaslı qardaş. Əlinə alır, ya Qurandan əzbər oxuyur, ya əlinə alır oxuyur. Birdən-birə 8 rükət qırır. Bir gün, 2 gün başlayır, uzun sürələr oxuyur. Ayaq yorulur, baş yorulur, 2 gün, 3 gün sonra alınmır. Sonra bir sürü maşın buraya qədər idi daha önce. Qava gelir. Amma halbuki nə deyir? Deyir və istihab olan odur, istihab olan odur ki, təəccüd namazını bir insan ilk öncə xəfiflərlə başlasın. Xəfifəti. Nas, Fələq, İxlas sırasını oxu. Belə özü alışdır. 2 qıl. Otur dincəl. Təkrar bir 2 qıl. Bir səfər biraz sürəni artırabilirsən, artır. Otur dincəl, bir də elə. Sabahsı qalx biraz artır. Bir neçə gün belə devam elə. Gün-günlə devam elə. Yəni Allah Resulü'nün hədisi var. Nə deyir? Ən fəzilət ibadətində az olur, damlı olur. Aqal olan, lakin damlı olandır. Sən bir gecə bir cüz oxuyub ömür boyu qılmamaqdansa o bir cüzü birli oxu, az oxu, gündə bir ayət oxu, bəs eləsin səni. Bizdə problem odur. Yəni biz onu elə bilmirik yəni. Və burada ən önəmli olan ibadətlərdə bir nədir? İnsan gecə namazına niyyət elədiyi zaman da, niyyət eləmişsə də, sabah namazının əzanına oyansan da, bax, gecə namazına qalxmağı məndən sizə tavsiyə bitirdi gecədə ümumiyyətlə. Qalxmaq istəyirsiniz məsəl üçün. Təcrübədən keçmiş şeyi söyləyirəm. Axşamdan niyyət edirsən, o keçən oruçda söylədim, oruç tutmaq istəyən insanlar üçün. Yəni məsələn, nafilə oruç tutmaq istəyənlərin gözəl qaydası. Nədir? Təcrübədən keçmiş bunlar nədir? Alimlərin kitablarında, dərslərində biz bunu görmüşük ki, təcrübədən keçmiş keçən gündüz orucu axşamdan niyyət edirsən, aylıq niyyət edirsən, adətivə salırsan, 1-3, 1-4'ü hər ayın 14-15'ini niyyət edirsən, salırsan, gecə qalxdın mı, sabah qalxdın, sabah namazına, sahur eləməsən də elhamdülillah davam edirsən.
Qalxdın, günorta qalxdı, günorta xatırladın. Gəldin, su içdin, ay bəs mən bugün axşam oruca niyyət eləmişdim, su bir gəlib davam elə. Namazla axşamdan niyyət elə qalxmaq üçün, qalxdın sabah əzan vaxtıdır. Sabah namazının sünnətini qılma, vitri qıl. Sən belə davam elə, sən baxacaqsan ki, özün artıq namazdan öncə qalxacaqsan. Sən desən ki, bana bax, bunu diqqət elə. Niyyət elədim, yox sabah namazında durdum, niyyət elədim, gec durdum, niyyət elədim, böyle oldu. Yox, mənlik diyor, alınmır da, alın, yox. Sən haçan qalxdınsa qardaş, saat 10'dan yuxudan durdun. Günorta əzanında mı durdun məsələn? Dünən gecə niyyət mi eləmişdin? Qalx, günorta namazından öncə duha namazını yerində sen o gece namazını kıl. Sen belə davam elə. Çünkü ne şeytan deyir bezirsən o vaxtında qaldır. Çünkü sen artık 2 qat əcr kazanmış olursan. Şeytan istəmir onu. Sen sayını artırırsan yani. Normalde biz keçən duha namazında keçdiyi fəzilətində necə idi? 3 qılsan sabah 4 qılacaqsan. Sen sabah bir dənə nəyi artırdın? Bir dənə səcdəni artırdın. Bir rükət atanda 2 dənə səcdə attın. Şeytan xoşdan bırakır. Şeytan istəyir ki sen daha aşağı ibadət edəsən. Əslində sen ibadetin sayını qaldırdın. Şeytan bunu istəmir. Bunun üçün nədir? Xafifətin qılacaqsan. 2-2 qılacaqsan. Yəni xafif qıl. 2-2 qıl. Məsnə və məsnə. Yəni rəkətin bir təşəhhüdlə qıl. Və ondan sonra istəsən sonra 4 rükət qıl. Bir təşəhhüdlə qıl. Yəni 4 rükət namaz qılanda bir dənə təşəhhüdlə qıl və s. Və bu şəkildə davam elə. Ondan sonra qiyam-ı leyldə qiraətdən daha çox uzun tutman gerəkən rükû və səcdədir. Tamam? Yəni qiyam-ı leyldə qiraətdən, yəni qiraət nədir? Qiyam. Qiyamdan daha çox rükû və səcdə artır gedən. Və İbn Teymiyyə deyir ki, en azından qiyamın neyse rükün de olsun. Səcdən neyse, daha doğrusu qiyamın neyse səcdən de olsun. Yani uzun okuyup ayakta, səcdədə də 3 dəfəyə sadə zikr edib qalxmağın deyir, sən gecə namazının ləzzətini ala bilməyəcəksən, sən əslində yorulacaqsan deyir. Siz bunu denin inşallah bu şəkildə faydasını görəcəksiniz Allah'ın izniyle. Gecə namazının qılınan yeri hara getməliysə gedə mescidə, ha? Yox. Gecə namazının ən fəzilətli qılınacaq yeri insanın evidir. Evində qalmalıdır. Yəni gedək mesciddə, Əbbəkir mescidinə gedək, Ləzgi mescidinə gedək, Şəhidlər mescidinə gedək, orada qılaq, qoy nəfsimi tərbiyə edilmiyor. Sən bir dəfə gedəcəksən, bir də ömür boyu getməyəcəksən sən. Yox. Sən gecə namazını evində qıl, zikir və təəccüd elə, sabah namazına mescidə mi getmək istəyirsən? Harama mı getmək istəyirsən? Çıx get, problem yoxdur. Ən doğrusu olan insanın evində qılmasıdır. Deyir ki, وَيَنْبَغَ يَكُونَ تَهَجُّدْ بِإِنْسَانِ فِي بَيْتِهِ Fakat ittifaka ehlül ilmi, ilm ehli ala enne salat, yani nafile ibadetlerin nedir? Evde olması ve Peygamber aleyhissalatü vesselam zaten nedir? Bunu evinde kılardı. Zaten bu Allah Resulü'nün de bize yani bu şekilde nedir? Sabit olmuştur. Ki Resulullah sallallahu aleyhi ve sellem'de muttefakın aleyhte gelen Zeyd bin Sabit'ten de ve Müslim'den de gelen ki namazları evlerinizde kılın. Evlerinizi qəbirstanlığa çevirmeyin. İllə məktuban, məktub olan, yəni 5 vaxt namazı için da qılmaq lazımdır evdə, yox mesciddə. Və nafilə ibadətlərdə, yəni ayaq üstə qılmaq daha fəziyyətlidir. Amma oturub qılsan da olar. Amma ayaq üstə qıla bilmirsən, oturaraq qılırsansa da fəziyyəti eynidir. Məsələn, sən normal nafilə namaz qılmaq istəyirsən, oturaraq qıla bilərsən, problem yoxdur. Və nafilə namazlarda da sizə belə bir şeydir. Məsələn, sünnətlər, nafilələr var ki, bəzən insan nəfsinə ağır gəlir. Neynə girən? Sizə bu da yaxşı qaydanı söyleyeyim. Görürsən ki, ayağa dura bilmirsən, yorulmuşsan, oturaqlı qıl. 1-2 davam elə, artıq sən o namazı həyatından çıxarmayacaqsın. Yox, sən qalxmağa ərinirsənsə, 1-2 qılmayacaqsan,
Sonra artık hayatından sileceksin onu. Ona göre olduğun hal üzerinde değerlendir. Maşında mesela için. Evde farzı kıl tələsirsən də bir yere gedirsən. Maşında geri oturaqlı şəkildə namazını qıl. Maşında mesela sabah taksiyə çıxırsan. Gel orada 2 rükət məsələsini evdə qıla bilmədi və ya axşamı maşın qızdıranda bir 3 dəqiqə gedir də 2 dəqiqə gedir məsələsi. Maşın salya olanlar 2-3 dəqiqə gedir. Benzin 1 dəqiqə deyəlim ki və ya nəsə də o şey. Sən elə onu qızdırmağa gözləyənə qədər elə orada zənn edəcəksən, nafilə namazını qıl, qiblədə şərt deyildir yəni. Yəni bunlar nədir axı? Biz namazda, ibadətlərdə ağıllığın, yəni belə deyim ki, fərasət olmağın yəni səbəbləridir yəni. Tabii ki insan gece namazını bir rükətle tamamlamalıdır ki, yani ama yani bu salihlerden aittir, müminlere aittir. Yani bizler ise zaten bir rükət kıldık. Ümmeti ahırında da, evvelinde de, sonunda da bu bizden ayrı çıxa bilmirik de yani. Yani yaxşı İmam Şafii Allah rahmet eylesin diye bir rükət namazı kılmak da sünnettir. Ama insan əslində 2-2-4-5 kılmalıdır. En sonunda bir rükət kılmalıdır da yani. Ve elə bilmişsinizsə bir təşəhhüdlə üst kılın. Yani üst kılacaqsınızsa en doğru, en güzel hansıdır? İnşallah ki nedir? Üst kılı sadece birinde otur bak, ahırında otur bak. Birinde de içinde oturmuşsan sadece ahırında otursan yani inşallah. Ve son olarak şeyh deyir ki ey Müslüman, nəfsini qiyam-ı leyldən və nafilə ibadətlərdən məhrum eləməcinə nəfsinin qiyam-ı leylə çox ehtiyacı vardır. Həqiqətən də nədir? Bir Müslümana düşən odur ki, nədir? Bir Müslümana düşən odur ki, nəfsinin də haqqını versin, yəni nəfsinə zulm eləməsin. Nəfsin rahatlığı, nəfsin mütmainliyi odur ki, gecə namazının qılınması və nəfsimizin və aynı şəkildə belə deyim ki, imanımızın artması və gündüz bir şəkildə rahat olmamız, günahlardan uzaq olmamız və bir çox şeyə nədir? Bizə səbəbkardır. Amma sən gecə tabii ki 3-də xabasa çox yesən, sən tabii ki qalxa bilməyəcəksən. Onu da nəzərdə çatdırıb və gecə namazından qalxmanın ən böyük səbəbi insanın nədir qardaşlar? Niyyət etməsi lazımdır. Allah Subhanahu bizə gecə ibadətlərinə qalxan və onunla belə deyim sevinən qullarından etsin. Allahümme amin. Burada inşallah dayanaq. Və axir davran elhamdülillahi rabbil alamin. İnşallah suallara cavab verək inşallah.